Uşaqlar salam. Biz bugün sınaq 2'nin izahı ilə davam edək. Aysun müəllimin kitabından sınaq 2. Həm riyaziyyat, həm riyazi məntiq hissəsi. Əzalanı 15 vahid, çıxılanı 20 vahid artırsaq fərq necə dəyişər? Mən həmişə uşaqlara nə məsləhət bilirəm? Bu tip tapşırıqlarda ən gözəli nə etsinlər? İstənilən bir misal yazsınlar. Misalla həll etmək çox rahatdır. Məsələn, 120 çıxılsın 50 bərabərdir 70. İstənilən bir misal bilirik ki, bu azalan, çıxılan, bu isə fərqdir. Deyir, azalanı 15 vahid artırsaq, bu olacaq 135. Çıxılanı 20 vahid artırsaq, bu olacaq 70. 135-dən 70 çıxsaq, cavab olur 65. Yəni, cavab bayaq 70 idi, indi cavab oldu 65. Azaldı. Neçə vahid azaldı? 70 çıx 65 bərabərdir 5 vahid azalır. Yəni bunu istənilən xəyali bir ədəd yerinə yazıb hesablaya bilərsiniz. İfadənin qiymətini tapın deyir. Fikir verirsinizsə hər ikisində 720 var. Düzdürmü? Yəni bu hissədən 721-i ortaq vuruq çıxardaq. Nə qalır orada? 281 üstə gəl 519. İndi bu hissəni tapsaq 721 vurulsun 800. Deməli, indi davam edək. 721 vur 800 alındı. 721 vur 800. Bu hissədə isə 200-ü 4-ə vuranda neçə eləyir? 800 vur 1-dir sanki. 200 vur 4-ü 800 vur 1 şəklində yazıram. Niyə? Hər ikisində yenidən 800 ortaq vuruq çıxardıram. 721 çıx 1. Sonda qalır 800 vurulsun 720 asandır. 72-ni 8-ə vurarıq. 3 dənə də 0 əlavə edərik. 2 vur 8 16 bir yadda 56 57 deməli düzgün cavab olacaq 576 min. Yəni C variantı. Eyni zamanda 5'e ve 3'e bölünen neçə iki rəqəmli ədəd var. Eyni zamanda 5'e ve 3'e bölünen en kiçik iki rəqəmli ədəd 15'dir. İndi burada 15 artıra da bilərsiniz. 15 növbəti olacaq 15 artırsaq 30, 45. Daha sonra deməli 15'e bölünmə deyirsə 60, 75, 90 olur 6. 4 aşağıdaki təkliflərdən hansı doğrudur? 3'e bölünen bütün ədədlər 9'a bölünür. Səhvdir. Məsələn 12 3'e bölünür, amma 12 9'a tam bölünmür. 9'a bölünen bütün ədədlər 3'e bölünür. Bu daha doğrudur. Ədədin son iki rəqəmi 25'e bölünürsə, həmin ədədin özü 25'e bölünür. Bəli, bu qayda həm 4'ə, həm də 25'ə aiddir. Ədədin son iki rəqəmi 4'ə bölünürsə, həmin ədəd 4'ə bölünür. Ədədin son iki rəqəmi 25'e bölünürsə, həmin ədəd 25'e bölünür. Eyni zamanda 6'ya və 2'ye bölünen bütün ədədlər 3'e bölünür. Biz o bölünmə əlamətlərini keçəndə necə dedik? 3'e və 4'e bölünən ədədlər bölünür. Burada isə eyni zamanda 3'e və 6'ya bölünən bütün ədədlər 18'e bölünür. Məsələn 24. Eyni zamanda 3'e də bölünür, 6'ya da bölünür. 18'e bölünmür axı. Başa düşdünüz? Və ya eyni zamanda 6'ya 2'ye bölünən ədəd 18. 18 12'ye bölünmür axı. Ona görə burada düzgün cavab olur. İkinci testimizdə B variantı. Və dördüncü testimizdə B variantı. 5 rəqəmləri cəmi 28 olan ədədin 2 bölünməsindən alınan qalığı tapın. Əlbəttə ki, rəqəmlər cəmini 2 bölürük. Qalıb 1, elə burada da olacaq 1. Fəhlələrdən biri 4 sadə 280 detal, digəri 5 sadə 300 detal hazırladı. Birlikdə 1040 detal neçə sadə hazırlayarlar. Deməli, bu fəhlə 1 sadə neçə detal hazırlayır? 70. Digər fəhlə 5 sadə 300 detal hazırlayırsa, 1 sadə 60 detal hazırlar. Birlikdə işlətsək, 70 üstə gəl 60, 130. Yəni, 1 sadə birlikdə 130 detal hazırlarlar. 1040 detalı neçə sadə hazırlayarlar? Bölürük 130'a düzgün cavabımız olur B variantı. Bizə ədəd verib, bu ədədin minliklər sinifindəki sinifləri necə ayırırdıq uşaqlar? Və belə
Sondan başlayaraq 3-3 onları ayırdıq. 933 burada təkliklər sinifidir. 785 minliklər sinifi, milyonluqlar sinifi bu şəkildə gedir. Minliklər sinifindəki ədəd 785-dir. Milyonluqlar sinifindəki ədəd 3-dür. Daha doğrusu 342-dir. Düzdürmü? Təklik, minlik, milyonluq. İndi deyir ki, minliklər sinifindəki onluqların sayı 785-in 78 onluğu var. Milyonluqlar sinifindəki yüzlüklərin sayı 342-nin isə 3 yüzlüyü var. Düzdürmü? Bunlar arasında da fərq 78-73. Bu da bizə verəcək A variantı 5. 8 Samir eyni qiyməti 6 mavi və 5 qırmızı qələmə 4 manat 40 qəpik ödədikdən sonra 2 manat pulu qaldı. Deməli, Samirin əlavə 6 mavi qələm almaq üçün nə qədər pulu çatmır. Biz nə edək? Deməli, eyni qiymət deyir, düzdürmü? 6 mavi, 5 qırmızı qələm. Cəmi neçə qələm alıb? 11. 11 qələm üçün nə qədər pul ödəyib? 4 manat 40 qəpik. Yəni 440 qəpik. 440-ı 11-ə bölərəm. Deməli, bir qələm 40 qəpikdir. Düzdürmü? İndi 6 mavi qələm almağı üçün, əlavə 6 mavi qələm almağı üçün 6 vur 40, deməli, onun 240 qəpiyə ehtiyacı var. Amma hal-hazırda onun 2 manat pulu qaldı. Nə qədər pulu çatmır onda? 240-dan 2 manatda 200 qəpik. 200-ü çıxarır. Cavab olacaq. C variantı 40 qəpik. 8-ci testdə. 9. 5'te 2 metr, üstə gəl 6'da 3 santimetr, üstə gəl 10'da 3 desimetr. Bunların hamısını milimetrə çevirmək tələb edir. Biz bilirik ki, belə bir uzunluq vahidləri üçün sxem vermişdim. Demişdim, əgər kim yadında saxlaya bilmirsə, bizim bu sxemdən istifadə edə bilər. Buradakı xətlərin hərəsi 1-0'dır. Deməli, hamısını millimetrlə istəyir. Metrdən millimetrə 1, 2, 3, yəni 3 sıfır var. Yəni 1 metr 1000 millimetrdir. Minin 5'te 2 hissəsini tapırıq. Bunun üçün mini 5'ə bölüb 2'yə vururuq. Bu da bizə verir 400 millimetr. Daha sonra santimetrdən millimetrə 1 addımdır. 1 sıfır var. Ona görə də santimetrdən millimetrə. Bu olur 10. Yəni 6'da 3'ü. Mən 6'da 3'ü yuxarıda neynədim? Mini, onu başa salım, yaxşı yadıma düşdü. Vurduq 5'te 2'yə. Düzdür? Yəni mini 2'yə vurub 5'ə böldük. İndi burada 10'u 6'ya bölüb 3'ə vura bilmirsiniz, axı tam bölünmür. Siz onu da neyinə bilərsiniz? Elə 3'ü 10'a vurarsınız. 36 bölərsiniz 6'ya. 30 bölü 6 bu da bizə verir 5 millimetr. Desimetrdən millimetrə 2 xət var, 2 sıfırdır. Ona görə 100'ü vurursunuz 10'da 3'e ya da 100'ü 10'a bölüb 3'e vururuq. Burada qalır 300, burada qalır 10, məxrəc 1'dir. 300'ü də 10'a bölsək 30. İndi bunların cəmi 400, 5, bir də 30. Hamısını toplasaq cavab B variantı 435. Səkinə digər şəhərə getmək üçün bazar günü 18:40-da yola çıxdım. Bazar ertəsi 14:39-da çatdı. Səkinə neçə saat yolda oldu? Deməli, bazar günü 18:40-da yola çıxıbsa, baxaq görək gün bitiminə kimi, yəni 24:00-a kimi nə qədər yolda olub? Necə çıxırdıq uşaqlar? 1 saat alırıq, 23:60. 23:60-dan 18:40 çıxsaq 5 saat 20 dəqiqə. Deməli, 18:40-da yola çıxıbsa 5 saat 20 dəqiqə yolda olub. Sonra bazar ertəsi isə 14:39-da deyir, çatdı. 14:39-da çatdı, yəni çatana qədər yolda olub. Bu ikisini toplasam 19:59, yəni düzgün cavabımız olacaq A variantı. 19 saat 59 dəqiqə yolda olur. 2 ədədin birini yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 300, digərini onluqlara qədər yuvarlaqlaşdırdıqda 370 alınır. Bu iki ədədin cəmi ən çox neçə olur? Deməli uşaqlar, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 300 alınan ən çox istəyir. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 300 alınan ən kiçik ədədi tapmaq istəyiriksə 50 çıxıram, 250. Ən böyük ədədi yüzlük deyirsə
Ən böyük tapmaq üçün üzərinə 49 gəlirəm. Deməli, ən böyüyümüz olur 349. Daha sonra onluqlara qədər yuvarlaqlaşdırdıqda 370 alınan onluq dediyinə görə ən kiçik ədəd tapmaq üçün 5 çıxırıq. Bu hazır qaydada 365. Ən böyük tapmaq üçün üzərinə 4 gəlirik. 374. İndi bizdən ən çoxu dediyinə görə ikisində də ən çoxları götürürük. Yəni 349 və 374. Toplaşaq 13 bir yadda, 11, 12, 723 düzgün cevabımız olacaq. B variantı. 12. Şagirdlər iməcilikdə ağac əkdilər. Fidan Səbinədən 2 dəfə çox, Səbinə Fəriddən 3 dəfə az ağac əkdi. Onlar birlikdə cəmi 180 ağac əkibsə, deməli Fidan, Səbinə, bir də kimdir? Fərid. Deyir, Fidan Səbinədən 2 dəfə çox. Yəni, Səbinə x-dırsa, Fidan 2x-dır. Səbinə Fəriddən 3 dəfə az. O zaman Fərid Səbinədən 3 dəfə çox ağac əkib, cəmi 180. Tənlik quraq 2x, 1x, 3x. Toplasan 6x bərabər 180, x bərabərdir 30. Deməli, Fidan 2 vur 30, 60. Bu 30, Fərid isə 3 vur 30, 90. Bizdən Fəridi soruşur. Cavab olur A variantı 90. 392 bölü 987 hasilinin 4'e bölünməsindən alınan qalığı rahat oturub, yəni siz gedib imtahanda bu sualı bir-bir hesablayası olsanız vaxt etkisi olacaq. Bəs necə asan yolunu tapa bilərik? Müəllim bölünmə əlamətlərini yadımıza salırıq ki, Arzu müəllimə bizə demişdi ki, 4'e bölünmək üçün son iki rəqəm 4'e bölünməlidir. Gedirəm buradan 92-ni 4'e bölürəm. 92-ni 4'e böləndə 23 qalıq 0. Buradan isə 87-ni bölürəm 4'ə. Deməli, hər ikisini 4'ə böldükdən sonra biz əsas nəyə fikir verəcəyik? Orada qalıqlara. 21 qalıq 3. Düzdürmü? İndi qalıqlara baxın. Bura qalıqları yazıram. 0 vur 3. 0 vur 3. Yəni 0-ın 4'ə bölünməsindən alınan qalıq elə bizə verir 0. Azalan çıxılandan 3 dəfə böyükdür. Yazaq. Azalan, çıxılsın, çıxılan bərabərdir fərq. Deməli, fərq 62-dir. Azalan çıxılandan 3 dəfə böyükdür. Yəni, bu x-dır, bu 3x-dır. Tənlik qursaq 2x bərabərdir. 62, x bərabərdir 31. Sevincək gedib 31 cavabı götürmürük. Çünki bizdən azalanı soruşur. Azalanın altına 3x yazmışıq. 3 vur 31. Bu da bizə verir C variantı 93. Rəqəmləri müxtəlif, 4 fərqli, 3 rəqəmli ədədin cəmi 1048 olarsa ən böyük ədəd 1, 2, 3, 4. Bu bizdən ən böyüyü soruşursa, mən digərlərinə ən azı qoyuram və düşünürəm ya da ki, bunun belə bir asan yolu var. Bax, ən böyüyün ən kiçik qiyməti. Əgər burada fərqli sözlər görürsünüzsə, çox qəşəng üsuldur. Əgər sizdən ən böyüyün ən kiçiyin ən böyüyü bu şəkildə, yəni antonim, bir-birinə əks sözlər görürsünüzsə, bu çox qəşəng üsuldur. 1048-i bölürsünüz 4'ə. 1048-i 4'ə böləndə neçə edir? 262. 262 sanki bunun ədəd ortasıdır. Bax, bu hissədir. 262. İndi kənarları yazsaq, bura 261, 260, 263, 264. Bu sırada ən böyük deyirsə, bu sıradakı ən böyük ədədi götürürük. Yəni, düzgün cavabımız olur. D variantı 264. Bu qaydanı nə vaxt tətbiq edirik? Bir-birinə əks sözlər olarsa, ən böyüyün ən kiçiyi, ən kiçiyin ən böyüyü. Saya bölürsünüz, tən ortada yazırsınız. Sonra 16. Nuray ağlında tutduğu ədədin üzərinə 10 gəlib, cəmi 5'ə bölüb, qismətdən 3 çıxıb və fərqi 2'yə vurduqdan sonra 6 cavabını aldı. Nurayın ağlında tutduğu ədədin rəqəmlər cəmi neçə olar? Nuray ağlında bir ədəd tutub. Bunun əvvəl üzərinə 10 gəlib. Sonra aldığı cavabı 5'ə bölüb. Sonra qismətdən 3 çıxıb. Sonra fərqi 2'yə vurduqda 6 cavab alıb. İndi biz bunu geriyə gedirik. Vur 2 bölü 2. 6 bölü 2 3.
Çıx 3, üstə gəl 3, 3 üstə gəl 3, 6. Burada bölübsə 5-ə mən vururam. 6 vur 5, 30. 30 çıx 10. Deməli, bu da dolu. 20, 20-nin də rəqəmlər cəmi bizə verir. B variantı 2. 17. Bağban birinci sıraya 3 ağac, ikinci sıraya 5 ağac, üçüncü sıraya 7 ağac əkibsə, yedinci sıraya neçə ağac əkər? Deyir, birinci sıra, ikinci sıra, üçüncü sıra, bizdən yedinci sıranı soruşur. Düzdürmü? Deməli, burada 3 ağac əkib, 5, 7, o zaman 4, 5, 6 sırayla da yaza bilərsiniz. 7, 2, 2 artır 9, 11, 13, 15. Düzgün cevabımız olacaq A variantı. Mehribanın 39 ədəd kiçik kubu var. Bu kiçik kublardan böyük kub düzəltmək üçün əlavə ən azı neçə kiçik kuba ehtiyac var? Kub bilirsiniz də, yəni 1 vur, 1 vur, 1. Ya 1 olmalıydı, 2 vur, 2 vur, 2. Ya 8 ümumi kub olmalıydı. 3 vur, 3 vur, 3, 27. 4 vur, 4 vur, 4, 64. 5 vur, 5 vur, 5, 125. İndi bu 39. 39, 39'u kuba çatdırmaq üçün ən az deyirsə, deməli 64-ə çatdırmalıyım. Ən az deyir axı. Ona görə də 64-dən 39 çıxırıq. Bu da bizə verir A variantı 25. Firuzə köynəkləri rənglərinə görə rəflərə düzür. Birinci rəfə 2 mavi, sonra 1 yaşıl, 1 ağ və ən son 3 qırmızı köynəyi yerləşdirir. Deməli, 2 mavi, mavi, mavi. Sonra 1 yaşıl. Sonra 1 ağ. Sonra kırmızı. 3 tane kırmızı. Kırmızı. Yine kırmızı. Eyni ardıcıllıqla digər rəflərə də köynəkləri düzür. Əgər Firuzənin 48 köynəyi varsa, onlardan neçəsi ağ köynəkdir? Baxaq. 1, 2, 3, 4, 5, 6, 7. Düzdür. 7, 7 düzsək, hər dəfə necə olacaq? 1, 2, 3, 4, 5, 6, 7. Daha sonra 8, 9, 10, 11, 12, 13, 14, 15. Hər ikisi sonunu izah edəcəm. 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, deməli 43, 44, 45, 46, 47, 48. Düzdür. Bizdən ağları soruşur. Ağ hissədə olan nömrələr 6, 13, 20, 27, 34, 41, 48. 1, 2, 3, 4, 5, 6, 7. Ya da ki, məsələn, desəz ki, mənimlə böyük ədəd versə nə edəcəyik? Yaza-yaza gedəsi deyilik ki, hə, yaza-yaza gedəsi deyilik. Bunu niyə belə izah elədim? Çünki bir ilsi sınavlarda belə bir sual olmuşdu. Orada nömrələr soruşurdu. Sırf məsələn, ağ rəngli köynəklərin nömrəsi. Bəs desəz ki, müəllimə, daha mı rahat, asan yolu varmı? Bəli, var. Bir cəhdə cəmi 2, 3, 4, 5, 6, 7. 48-i bölürəm birinci 7-yə. 48-i 7-yə böləndə bizə neçə verir? 6, qalıq 6. Düzdür? Yəni bu sıradan 6 dənədir. Hər sırada da bir ağ var axı. Burada qırmızının altından xətt çəkdim. Üzr hesab edin. Qoyun düzəldim. Bunlar qırmızıymış. Aha. Deməli, ağ bu hissədir bizdə. Düzdürmü? İndi baxın. Deməli, 6 sıra, bax bu sıra 6 dəfə təkrarlanacaq. Hər sırada da bir ağ var. 6 vur 1, 6. Növbəti 6-da isə 1, 2, 3, 4, 5, 6. Bu 6. Ən sonuncu sırada bu 6 olacaq. Yenə burada da bir ağ olduğuna görə cavab olur 7, yəni B variantı. ABCD sıfırdan fərqli müxtəlif rəqəmlərdir. ABCD ifadəsinin qiymətini tapan 3-ün üzərinə nə əlavə etsəm 0 olar? 7. 3 üstə gəl 7, 10. 0 yazdım.
bir yaddan. Deməli bu 9'dur ki, 9'un üstə 5, 14, bir də yadda 15, 5 yazdım. Yenə bir yadda. 8'in üzərinə 6 əlavə edib ki, 14, bir də yadda 15, 5 yazdım. Bu da 1. Deməli A oldu 9, B oldu 6, C oldu 7, D de oldu 1. 10, 23. Yani düzgün cevabımız oldu B variantı. 21. Sənan, Ayxan, Həsən, Kamil, Turan dairəvin ətrafında əyləşib. Aha. Ayxan, Həsən və Turanın yanında əyləşməyib. Deməli, Həsən və Turanın yanında Ayxan əyləşməyib. Yəni, Ayxan burada da yerləşə bilməz. Burada da, burada da. Buralarda Ayxan ola bilməz. Düzdürmü? Sonra, deməli, Həsən, sonra kim idi? Turan, Həsən, Turan, Ayxan, Sənan və Kamil qaldı. İndi onları yerləşdirək məsəl üçün. O zaman belə çıxır ki, Sənan və Kamil, yəni yan-yanadır ki, bunların ortasında da kim oturub? Ayxan. Bu şəkildə oldu. Turan hansı iki nəfərin arasında yerləşə bilər? Əyləşə bilər. Turan bir tərəfdə Həsən ola bilər, bir tərəfdə Kamil. Həsən və Kamil düzgün cavab oldu. C variantı. Səbətdə 70 alma var. Uşaqlar hər dəfə səbətdən eyni qayda ilə alma götürür. Ləman 1, Məsud 2, Fuad 3 alma götürüb. Daha sonra eyni qayda ilə almalar götürməyə davam edirlər. 55-ci almanı kim götürəcək? Deməli, birini Ləman, ikisini Məsud, üçünü də Fuad. Düzdür. Deməli, bir cəhddə 1, 2, 3. Bir cəhddə bunlar 6 alma götürür. Biz indi yenə qaydanı necə tapacağıq? Ən rahat 55-i böləcəksiniz 6-ya. Ən rahat yolu. 55-i 6-ya böləndə 9 qalır. Neçə verir qalığımız? 1. Deməli, qalıq da hər şeyi həll edən budur. Birinci. Yəni 55-ci ilə birinci almanı kim götürürsə 55-ci almanı da o götürəcək. Yəni cavab olacaq B variantı. Səhifələrinin sayı 100-dən az olan kitabın sonuncu səhifəsinin rəqəmlər cəmi 14 olarsa, kitabın səhifələrinin nömrələnməsi üçün ən çox neçə rəqəm istifadə olunur? Ən çox deyirsə, 100-dən az rəqəmlər cəmi 14 olan ədəd 95-dir. 9 üstə gəl 5, 14. Düzdürmü? Ən çox neçə rəqəm istifadə oluna bilər dediyinə görə. Məsələn, 95-dən də kiçik var. 86 var, 77 var. Amma ən çox dediyinə görə mən 95-i götürdüm. Bizim əgər kitabımızın 95 səhifəsi varsa, ən çox neçə rəqəm istifadə olunur? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Burada 9 dənə bir rəqəmli var. Ondan 95-ə kimi də neçə ədəd var? Hər ikisi daxildir. 95 çıx 10 üstə gəl 1. Yəni 86 ədəd var. Bunlar hər biri də 2 rəqəmli olduğuna görə 2-yə vururam. 172. Yəni 9 rəqəm burada, 172 rəqəm burada. 9 üstə gəl 172. Bu da bizə verir 181. Yəni B variantı. 50 şagirddən 13-ü 5 alıb. 30-u isə 4 almayıb. 30'u 4 almayıbsa, 30'u 4 almayıbsa ya 5 alıb, ya 3 alıb. Bilmirəm də 4 almayıbsa, ya 5 alıb, ya 3 alıb. 5 alanların sayı 13'dürsə, 13 nəfərdirsə, onda 3 alanlara nə qalır? 30 çıx 13, bu da bizə verir. A variantı 17-nə. Gəldik 25. Sənan yaşca Ayseldən böyük, Fəriddən kiçikdir. Deməli, Sənan yaşca Ayseldən böyük, Fəriddən kiçikdir. Nahid isə Sənandan kiçikdir. Nahid isə Sənandan kiçikdir. Amma aralarında ən az yaşlı deyil. Deməli, o zaman Nahidi buraya yaza bilərdik. Ən az yaşlı kimdir? Ən az yaşlı o zaman olur. Aysel, Nahid, Sənan, Fərid. Bu şəkildə. Aşağıdakı cədvəldə sual işarəsinin əvəzinə hansı yazılmalıdır? Uşaqlar, bax, bu hissəyə diqqət edin. 7 və 8-i toplasan, 7 üstə gəl 8, 15. 15-in rəqəmlər cəmi 6. 2 və 9-u toplasan 11. 11-in rəqəmlər cəmi 2.
6 və 10-u toplasam 16, 16-nın rəqəmlər cəmi 7, 8 və 9-u toplasam 17, 17-nin rəqəmlər cəmi 8, 5 və 25-i toplasam 30, rəqəmlər cəmi bizə verir 3. Baxın, ehtiyatlı olun, 30-u hazır cavab kimi varianta qoyub ha. Rəqəmlər cəmi. 27-ci testə baxaq. Deyir ki, tərəzinin bir gözündə 17 kiloqram, 15 kiloqram, 18 kiloqram və 16 kiloqramlıq, digər gözündə isə digər gözündə isə 10, 12, 13, 11 kiloqramlıq çəki daşlar var. Tərəzinin gözlərini tarazlamaq üçün ən az neçə dəyişim etmək lazımdır. Neyniyək? 17, 15, 18, 16 toplasam 32, 32, bu da bizə verir 34. Cəmi 66-dır, düzdürmü? Burada isə toplasam 10, 12, 13, 11, 20, 25, 40, 46. Düzdür? Bu da bizə verir 46. İndi biz nə edək? Biz əgər ən azı neçə dəyişim etmək lazımdır? Ən azı deyirsə 66-dan baxaq 66. Baxıram ki, əgər 66-dan 46-ya keçmək istəyirsə, mənə bir dənə 10 olsaydı, yəni tutaq ki, buradan bir 10 çıxartsaydım, buradan bir 10 çıxarsam, bura əlavə etsəydim, bu 56, 56 olardı. Düzdür, amma burada 10 yoxdur axı. O zaman nə eləyək? O zaman nə eləyək? Onu gətirək bura, diqqətlə baxın, 66, bu da 46. Düzdür? O zaman gəlin belə eləyək. Buradakı 10-u verək bura. Buradan çıxdıq 10-u. 66 üstə gəl 10. Hal-hazırda burada oldu 76. 46 çıx 10. Burada oldu 36. Düzdür? Sonra nə edək? İndi 76-dan 15-i çıxartsaq. Bura neçə qalır? 61. Yox, 51. 51. 36-nın üzərinə də bu 15-i əlavə etsək 51. Deməli, 10 və 15. Ən az neçə dəyişim etdik? 10-u gətirdik bura, 15 oldu. 15-i apardıq ora, 10 oldu. Düzdürmü? Bir dəyişim etdik. Belə də olar. Belə də olar. Və ya burada siz 11 və 16-nın da yerini dəyişsəz, yenə də tarazlıq yaranır. Yəni 10 və 15 də ola bilərdi. 11 və 16 da ola bilərdi. Yenə hər ikisində ən azı neçə? Elə 2 dəyişim etmək. 28, sonra 14 manatda 7 kiloqram alma, 5 kiloqram armud aldı. Eyni pula 10 kiloqram alma ala bilər. Eyni pula, yəni 14 manat 1400 qəpikdir. 1400 qəpik 10 kiloqram alma ala bilirsə, 1400-ü 10-a bölürəm, 140 qəpik alma. Düzdürmü? İndi 7 kiloqram alma, 5 kiloqram da armud 1400 qəpikdirsə, gətirib yerinə qoyumda almanı zaten bilirəm 140 qəpikdir. 7 vur 140, bu bizə verir 980. 1400-dən 980 almanın puludursa, yerdə qalan olacaq armudun pulu. Düzdürmü? 1400-dən çıxaram 980-i, çox rahat. Bu bizə verir 420. 420 5 kiloqram armudun puludur. 420-ni də bölürəm 5-ə 84. Deməli, armud 84 qəpikdir. 15 kiloqram armudu tapmaq üçün 15-i vururam 84-ə. Bu da verir 1260, yəni 12 manat 60 qəpik. Şəkildə neçə kvadrat var? Bu qırmızı hissə var ya. Burada neçə kvadrat var? Deməli, necə tapırdıq? 3 vur 3, 2 vur 2, 1 vur 1. Yəni 9, 4, 1, 14. Daha sonra, indi bu yaşıl hissəyə baxın.
Tərəflər neçə neçədir? 1, 2, 3, 4, 1, 2, 3, 4. Deməli, 4 vur 4, 3 vur 3, 2 vur 2, 1 vur 1. 16, 9, 4, 1. Bu da bizə verir 30. Ama bir şeyi unuduruq ki, axı ortada bu hissəni həm yuxarıda, həm aşağıda hesabladım da bu qara hissə. Yəni 2, 2 olan hissəni. Orada neçə kvadrat var? 2 vur 2, 4, üstə gəl 1, 5. Yəni 14 və 30-u toplayıb ortadakı 5-i çıxırıq. Nəyə görə? Çünki hər ikisini də hesabladıq. 44 çıxıb 5. Bu da bizə verəcək B variantı 39. Kubun qarşılıqlı üzvlərində eyni fiqur olarsa, kubun düzgün açılış forması hansı olar? Deməli, biz bilirik ki, uşaqlar, biz bilirik ki, qarşılıqlı üzvlər eynidirsə, qarşı üzvlər qonşu üz ola bilməz. Məsələn, bu əgər qarşı üzvlər eyni fiqursa, qonşu üz ola bilməz, qonşu üz ola bilməz, qonşu üz ola bilməz. Yəni bu variantlar səhvdir. Onda böyük ehtimal cavab olacaq D variantı. Doğrudan da ulduzlar qarşı üzdür, qarşı üzləri tanıyın. Deməli, kəpənəklər qarşı üzdür və günəş qarşı üzdür. D variantı düzgün cavab olacaq. Yenə deyirəm, qarşı üz, qonşu üz ola bilməz. Bu da sınaq 2-nin izahı. Uşaqlar, hər birinizə uğurlar arzu edirəm. Siz izahlara baxırsınız. Mən də növbəti sınaqların izahların, növbəti sınaqların izahlarını çəkib yerləşdirəcəm. Uğurlar.